Hər vaxtınız xeyirli olsun. Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı açıq-keçər məhkəmə iclasında yeni sübutlar, yeni faktlar təqdim olunur. Məlum olur ki, o zamanlar Azərbaycan ərazilərində aparılan qanunsuz məskunlaşma və Azərbaycan sərvətlərinin qanunsuz talan edilməsi məqsədli və planlı şəkildə həyata keçirilib. Bununla bağlı təqsirləndirilən şəxslər dövlət ittihamçılarının suallarını cavablandırır və həmin ifadələrdə də bu bir daha etiraf olunur və təqdim edilən sənədlərlə bu bir daha təsdiqini tapar. Məlum olur ki, Azərbaycan sərvətləri talan edildikdən sonra onun bir hissəsi qondarma rejimdə qalır, digər hissəsi isə Ermənistana daşınırmış. Bundan başqa, aparılan qanunsuz məskunlaşma ilə bağlı o zamanlar müxtəlif xeyriyyə fondları, ələlxüsusda Hayastan Ümumi Erməni Fondu, Azərbaycan ərazilərində aparılan qanunsuz məskunlaşma ilə bağlı milyonlarla vəsait ayırılmış. Həmin vəsaitlər hesabına Suriyadan, Livandan, Azərbaycan ərazilərinə gətirilən ermənilər qanunsuz şəkildə burada məskunlaşdırılırmış. Onlar üçün fərdi evlər tikilir, təsərrüfatlar yaradılır və eyni zamanda onlar hərbi xidmətə cəlb olunurmuşlar. Bununla bağlı müxtəlif sənədlər təqdim olunur. Həmin o Suriya, Livan vətəndaşlarının sənədləri təqdim olunur, onların şəxsiyyət vəsiqələri təqdim olunur məhkəmə prosesində və bunlar bir daha həmin o sübutlarla təsdiqini tapar. Və qeyd olunur ki, bununla bağlı xüsusi qarşıya qoyulmuş planlı şəkildə məqsəd olub. Amma aparılan, görülən işlər nəticəsində həmin say tərkibini yalnız 10 min nəfər, 10 min erməni ilə artıra biliblər. Məhkəmə prosesində bu cür sübutlar, faktlar olduqca çoxdur və bugünkü iclas da açıq keçən məhkəmə iclası ilə bağlı həmin sübutların, faktların da geniş daha əksini tapa biləcəyi bizim xüsusi reportajımız da olacaq ki, biz onu xəbərlərin növbəti buraxılışında tamaşaçıların diqqətinə çatdıracağıq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən mərkəzdə, studiyadadır.